Ayaqlara qulluq diabetik ayaq sindromunun, diabetik yaraların əmələ gəlməsində çox önəmli bir faktordur. Qulluq düzgün aparılmalı, ayaq gigiyenası düzgün icra olunmalıdır. Bu barədə həm dövrü mətbuatda, həm internetdə xəstələrimiz ətraflı məlumat ala bilərlər. Xüsusən belə deyək, çox vaxt zədələnmələr nədən baş verir? Barmaq dırnaqlarının düzgün tutulmaması səbəbindən baş verir və çox vaxt xəstələr bu məsələdə özləri dırnaqlarını tutanda travmalar, mikrotravmalar verir və buna əhəmiyyət vermirlər. Nəzərə alsaq ki, şəkərli diabet xəstələrinin çoxunda həm də diabetik retinopatiya olur, görmə pozğunluqları olur. Bu səbəbdən də dırnaq kəsəndə barmaqların, yumşaq toxmaların zədələnməsinə gətirib çıxarır və yaxud çox vaxt qatlanmış dırnaq olur, onların tutulması çox əhəmiyyətlidir belə xəstələrdə ki, hər hansı bir mikrotravma, zədələnmə, sonra infeksiyalaşma prosesinə səbəb olur. Ona görə də tövsiyəmiz nədir bizim xəstələrə ki, çox yaxşı olar xəstələr yaxınlar, ailə üzvləri tərəfindən xüsusi alətlərlə dırnaqlar tutulsun və dırnaq tutulandan sonra antiseptiklərlə həmin nahiyələr işlənilsin və yaxud bu sahə ilə podoloqlar məşğul olurlar. Xüsusi kabinetlər var, əlbəttə ki, bizim şəhərdə də var. Tövsiyə olunur ki, əgər belə bir çətinlik varsa, həmin mütəxəssislərə müraciət edib dırnaqların doğru, düzgün tutulmasını nəzarət eləsinlər.